Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Məşhur müğənni 40 yaşında vəfat etdi. Alban musiqisinin məşhur və sevilən simalarından biri olan Şıpat Kasapi 40 yaşında qəflətən vəfat edib. Günün xəbərləri xarici mətbuata istinadən xəbər verir ki, ölümün dəqiq səbəbi açıqlanmasa da, yerli xəbərlərdə ölümün ölümcül ürək tutmasının nəticəsi olduğu bildirilir. Müğənni Mətanət Əsədova rayonlarda və xaricdə istirahət edə bilmədiyini bildirib. Sfera az xəbər verir ki, sənətçi bu barədə həmin Zaura verilişində danışıb. O vurğulayıb ki, indiyə qədər həm ölkə daxilində, həm də xaricdə yalnız toy və tədbirlər üçün səfər edib. Ən böyük istəklərimdən biri İspaniya və Hindistanda dincəlməkdir. Amma düzünü desəm, hələlik Biləcərdən o yana keçib istirahət edə bilməmişəm. Rayonlarda və xaricdə ancaq el şənliklərində olmuşam. Azərbaycanın bölgələrində belə bir gündə olsun istirahət etmək qismətim olmayıb. Hələ o bəxt mənə gülümsəməyib.